Mən Günel müəllimə. Gəlin sizlə belə bir loqaritmik funksiya sualına baxaq. Hansı ki blok sualıdır. Deməli, loqaritmik funksiyanın qrafikini verib və bizdən A plus B cəmini istəyir. Əvvəla loqaritmik funksiya 2-4 nöqtəsindən keçir. Bu o deməkdir ki, siz verilən funksiyada x-in yerinə 2 yazanda y-də 4 alacaqsınız. X-in yerinə 2 yazsanız 2b üstə gəlinsin A bərabərdir 4 olacaq. 2b üstə gəlinsin A bərabər 81 olacaq və loqaritmik funksiyada bx plus A ifadəsində asimtot çəkilib bura mənfi 7 nöqtədən. Asimtotu nə deməkdir loqaritmanın? Yəni, siz x-in yerinə orada mənfi 7 yazsanız, bx plus A ifadəsi sıfıra çevriləcək. Biz hansı ki bilirik, loqaritma A əsasdan x funksiyası ki var. Bu funksiyada x sıfırdan fərqli olmalıdır. Və bunu sıfıra çevirən qiymət loqaritmik funksiyanın asimtotu sayılır hansı ki. O zaman sıfıra çevirən qiymət mənfi 7-dirsə əgər, x-in yerinə mənfi 7 yazın. Mənfi 7b plus A bərabər 0. Və bu sistemi həll edək. Sistemi həll etsəm, aşağıdan A 7b'dir. A-nın yerinə 7b yazsam, 2b plus 7b bərabər 81, 9b 81 və beləliklə b-ni alarıq 9. B-ni 9 tapdığımız yerdə A da 9 7-nin 63 olur. 63 o da 9. Testin doğru cavabı nə qədər eləyər? 72. Doğru variant C variantı.